Bilal İsrafiloğlu'dan Əziz müəllimi Nəriman Vəlioğlu Məmmədovun xatirəsinə. Nəriman Vəlioğlu Məmmədov Xalisə kənd orta məktəbinin yeni nəsil müəllimlərindən birincisi idi. Bu yeni nəsil müəllimlik ona məktəbimizin orta məktəb statusu alandan sonra tam orta təhsilini kəndimizdə alması ilə, birincilik isə məktəbimizin 10-cu sinifini bitirən ilk birinci sinif buraxılış məzunlarından olması ilə onun halal haqqı idi. Nəriman Məmmədov ömrünü kənd təhsilinə sərf edən Vəli müəllimin ilk övladı kimi və özündən sonraki qardaşı Telmanla birlikdə ata və iki oğlu ilə məktəbdə işləməsi ilə də bir ilk birinci idi. Müəllim adı ülviyyət, pak amalı qüdsiyyət, çatmışsa kəmaniyyət, zəvvarı. Sözü sağlamlarından tasasından. Hamınıza çok sağlığı, uzun ömür, arzu ediyorum. Ben bir hadiseye çıkmak istedim. Bu Bilal İsrafiloğlu hakkında. Bilal adı bu insanın hesabı boyunmuştur. Bilal, Məhəmməd Peyğəmbərin en yakın, en doğma, en sevdiği bir şəxs oldu. Ona göre de ben Bilal'ın adını telefonumda Bilal Həbəşi yazmışlar. Bilal cihazçıdır, təşkilatçıdır, bacarıqlıdır, sağlıqlıdır ve ona bu yolda uzun ömür, can sağlığı edilir. Ve bir de fazla cemaatdir. Biz Qərbi Azərbaycandan gəlib düşmüş insanlar, sizin hamınızı İmam Qərim Ziya ve onun hikmətine tapşırılan İmam Qərim İmamımıza sizin köməyiniz olsun. Çox sağ olun. Nəriman Məmmədov 1978-83-cü illərdə bizim sinif rəhbəri olmaqla birgə tarix və coğrafiya dərslərini də tədris etmişdir. Kim ömrə verir məna, kimdir dayaq insana, bir yarı ata ana, bir yarı müəllimdir. Səbəb məlumdur. 31 il bundan qabaq olan hadisədir. Vətən tərk etmək dünya tarixində iki böyük dəhşətli hadisə var. Onun biri qaçqınlıqdır, bir də köçkünlükdür. Vəziyyət gətirdi, həyat və yerə çatdırdı ki, biz bunların ikisini də gördük. Həm qaçqın kimin Ermənistandan, həm də köçkün kimin Qarabağdan. Gəlib məskunlaşdıq Bakı şəhərində. Yəni biz 31 il ayrı düşsəkdə, biz hamımız bir-birə mehriban, hamımız bir-birə qohum, hamımız bir-birə dost, hamı bir-birə qonşudur. Mən bugün Instagramda Əlinin məktubunu oxudum. Əli Əliyev. Baxdım ki, o mənim şəklimi görən kimi başladı ağlamağa. Yəni belə münasibətdə olmuşuq biz. Kimliyindən asılı olmayaraq, hər birimiz bir-biri görəndə istər-istəməz duyğulanırıq, heyfsənirik. Həm də şadlanırıq ki, yenə bir-biri görürük burada. Mən deyəcəyim bilmirəm. Sağ olun, Allah. Şərəf verdin gəlməyə. Nəriman Məmmədov 1988-ci ildən sonra Füzulidə məskunlaşdığımız zaman mənim üçün əlavə bir status, eloğlu kimi həmdərd olma statusunu da qazandı. Yurt sevgisini hər gün etmiş o bizə təlqin əxlaqi dəyərlərin şəhvarı müəllimdir. Ağız bənin qulağı istəyir. Burada ya dedi ki, ey cəmaat, bura Göyçək boydur, bura Qeydid boydur. O günlər mən də düşüm kasetlər. o günlər mən Medabadda olun Nəriman müəllim. Müəllim mələyə təndi, göydən mi yerə endi, dünya qızıla döndü, əyyarı müəllimdir. 3-4 il qəriblik dövründə ziyalı kimi oğullarına dayaq duran Nəriman Məmmədov
Köçkünlükdən sonra da məni Füzulidən Bakıya çağıran, işlə təmin edilməyimə yardım edən, iş yoldaşım və ilk rəhbərim olmuşdur. 1000 aləmə baş vurdum, 1000 köşkü saray qurdum, elləri abad gördüm, memarı müəllimdir. Ben buradan gireceğim içeri. Ayet meylemler. Benim de bak nasıl Nişanlıdır. Nişanlı da. Edebiyattan var mı? O aradan girdi içeri. İrəm. Ona göre diyelim ki 5 karşı idi. Bir dəfə də benimle bağlı olan bir epizodu danışım. Sonraki dövrlərdə də daim görüşüb həll-əhval tutduğum, ümumi dərdlərimizi müzakirə etdiyim dostum oldu Nəriman müəllim. Elm ilə bulub kəskər, söz kəlmə olub əskər, elmin özü bir ləşkər, sərdarı müəllimdir. Oradan gəldim, yolda Musa müəllimcikdən mən birini çağırmalıyım, şəkət verim. Çağırdım, bibi, bu çıxmadı. Qartı mənə dedi ki, o sənin yəqidindir. Dedi, o nəyəmdir? Dedi, sən xalam. Mən də başladım çağırmağa, xala, bu dəmdə bu çıxdı. Bu çıxanda pislər başladı, söyüşün ağzını açdı ki, ana mən sənə xalanam, yoxsa bilmirəm. Dedim, valla, mən bilmirəm, buyur gəldi. Bakıda yaşadığımız müddətdə də artıq təhsil sahəsindən uzaqlaşsa da, həmişə bilik və savadını öyrətməkdən çəkinmədi Nəriman Məmmədov. Varsa savadım bilgin, daşdan keçəcək zərbin, hər bir zəfərin ilkin yazarı müəllimdir. Sağ ol, bugünkü gün üçün bizi təbrik eləməyə biz şadıq. Allah dünyasını dəyişmiş müəllimləri rəhmət eləsin, qalanlara can sağlığı versin. Həqiqətən də müəllim sözü müqəddəsdir. Bizim Xalça kəndində olan müəllimlərimiz, mən hesab edirəm ki, Xalça kənd orta məktəbi bir böyük bir universitetidir. Onun müəllimləri də hamısı dosent professorudur. Allah Ərz müəllimi rəhmət eləsin. O da bizim elə bir böyük bir rəhbərimiz, elmlər doktoru, professor kimi bir insandır. Mən indi onu o cür dəyərləndirirəm. Allah rəhmət eləsin, onu qalanlara can sağlığı, Bilal müəllimə də Allah ömür versin, can sağlığı versin, bizi yad eləyib. Müəllimlədir bilqəti, xalqın gücü, qüdrəti, yurdumun ali sərvəti, həmvarı müəllimdir. İsə ikinci cild kitabının hazırlanmasında öz fikir və məsləhətləri ilə çox böyük köməyi dəyən Nəriman Məmmədovla şagird-müəllim münasibətlərimizin yerini artıq eyni yurt həsrəti daşıyan vətənpərvər eloğullar münasibəti tuturdu. Urfan camını içdim, haqqın yolunu seçdim, könlümdəki saf eşqin isharı müəllimdir. Risa sözünün mənası mənim ulu babamın o kəndə gəlib düşməsi ilə belə məlum olmuşdu ki, bu xali torpaq deməkdir. Əvvəllər yaşayış məskəni olmuyor, əkin yerləri olubdu. Sonradan o kəndə məskunlaşma olubdu. Mənim ulu babam da Böyük Verdi kəndindən gəlib orada məskunlaşıb və orada ailə qurub və biz nəsil, Məmməd uşağı deyilən bir nəsil o kənddə olmuşuq, yaşamışıq. Son 1988-ci ilə qədər dəfələrlə bu kəndi erməni qrupları yandırıb bizi həm Naxçıvana sürgün eləmişdilər, həm də Türkiyənin İqdir rayonuna sürgün eləmişdilər. Biz deyir, amma vətən həsrəti bizdə həmişə yüksək olduğuna görə biz sonralar yenə həmən yerə qayıdıb gəlirdik. Mən deyir, yoldaşım da rəhmətə getmişdi. Tək qadın idim, 2 uşaq yanımda. Mən deyir, gəldim, gördüm ki, evi yandırıblar. Yandırıblar, mən deyir, bir balta tapdım, getdim, ağac kəsdim, getdim, həmən evi bastırdım və girdim içəridə, orada yaşadım. Bu, deyir, bir neçə dəfə təkrar olundu. Hətta əmlaklarımı, deyir, apardım, yeri qazdım, bastırdım. Türkiyədən qayıdıb gələndən sonra gəldim, gördüm ki, çıxardıb aparıblar. Əlimlə toxuduğum, deyir, 4 dənə qəşəng xalçam var idi. Hətta deyir, uşaqların adlarını da onun üstünə yazmışdım. Əli, Sultan, Vəli, Əziz.
oğlanların adlarını yazıb Şəmən xalçanın üstünə. Deyir, aparmışdılar. Biz deyir, sonradan bərqərar olduq burada. Yalnız Sovet hökuməti qurulandan sonra 48-53-cü illərdə məlum qərarlarla, Stalinin qərarları ilə kəndin demək olar ki, 90% köçürülübdür. Hətta biz nəsildən köçən olmayıbdı. Onlar biraz qalıblar ki, 53-dən sonra, amma köçüb qayıdan tayfalar çoxudur. Dağ kətlərindən köçüb qayıtmışdılar. 58-ci ildə onları yenə oradan çıxartdılar, məskunlaşdılar. Bizim kətlərdə məskunlaşmışlar vardılar. Və son 88-ci ilə qədər. Tanrımdır əzəl pərvər, sonra uca peyğəmbər, vird eyləsə dil əzbər, təkrarı müəllimdir. Xalisə anım günü tədbirlərinə daim qatılan Nəriman müəllimlə görüşlərimizdən biri də il yarım bundan əvvəl müəllim günü ilə əlaqədar çox ətraflı və məzmunlu olmuşdur. 8-ci ildə demək olar ki, il yarım, 2 il müddətində biz küçələrdə qaravul çəkirdik. Ki, ay, bu daşnaqlar bugün gələcək, bugün basqın eləyəcəklər. Biz bütün kənd, ailə uşağı çıxartdıq, yerləşdirdik Sədərək kəndində. O kəndə biz girəndə o cəmaat bizi elə isti münasibətlə qarşıladılar ki, hətta orada bir nəfərə qonaq çatmamışdı. O oturub ağlayırdı ki, mənə qonaq çatmadı. Yəni, o istiliklə qarşılanma oldu. O şəxsin ağlamağı mənə yadıma düşdü. Ona görə mən istərim, cilovlaya bilmədim ki, o var. 18 oktyabr 2026-cı ildə onun yeni mənzilində, son yurdunda Fərəməz İlfiqarla birlikdə gedərək ailəsinin, qardaşlarının, bəzilərinin iştirakı ilə 75 yaşı tamam olan gün çox gözəl bir məclisdə iştirak etmişdik. Oradakı çıxışı ilə də bizim üçün sonuncu məsləhət və çağırışını edərək müəllimlik missiyasını tamamlamışdır. Mariflə salıb zəmin, olduq sabaha əmin, bu şən azad ölkəmin baharı müəllimdir. Baharı müəllimdir. Baharınız heç zaman solmasın əzizlərim. Allah rəhmət eyləsin Nəriman müəllim.